Salam dəyərli tələbələr. Mən Sistemel Akademi Tədris Mərkəzinin informatika müəllimi Emre müəllim. Bu gün sizlərlə 2 noyabr 2025-ci ildə tədris mərkəzimizdə keçirilən informatika suallarının izahını verəcəm. Başlayırıq elə 26-cı sualda. Mövzumuz hardware ilə bağlı sualdır. Deyir bizə ki, aşağıdakılardan hansı kompüterin mərkəzi hissəsinə aiddir? Biz bilirdik ki, kompüterin mərkəzi hissəsi bölünürdü mikroprosesora, bir də daxili yaddaş qrupları. Daxili yaddaş qrupları da olurdu əməli yaddaş və daimi yaddaş. Yəni 1, 4, 5 bizim doğru variantımız. Windows 10 əməliyyat sistemində fayl ardıcıl dəyişikliklərdən sonra aşağıdakı adlarla yaddaşa gedir. Bu zaman magistr 1 qovluğunda neçə müxtəlif fayl yaradılmışdır deyir. Mən tapmalıyam magistr 1 alt qovluğunu. Bax, bunu tapmalıyam. Bizdə magistr 1 burada 1-də var, 2-də var, 3-də yoxdur. Bunu xətləyirəm. 4-də var, 5-də yoxdur. Magistr 2-də xətləyirəm bunu. Bir də 6-da var. İndi baxırıq. Bunların bir-birlərinə nə fərqləri var? Birinci əmrdə problem yoxdur. Düzdür. Fayl yerləşib burada. Hər şey yolundadır bir. 2-də minus budur ki, faylın uzantısı böyük hərflərlə yazıla bilməz. Docx burada böyük yazılıb, bu səhvdir. Digərində burada qəbul .docx qaydasındadır. Hətta magistr 1 qovluğundadır. 4-də düzdür. 4-də düzdür. Bir də baxırıq növbətisinə də faylın adı böyük ola bilər, amma uzantısı böyük ola bilməz. 6-da düzdür. Bunu praktik olaraq da sizə göstərir. Baxın, mən burada yazmışam cavablar informatika mövzusuna imtahan. Fikir versəz, mənim bu faylını tam-tamına böyük. Baxın, adlar falan hamısı böyük hərflərdir. Amma bunun uzantısına baxsaq diqqətlə. Uzantısı xırda hərflərlə yazılır. Faylın adı böyük ola bilər, amma uzantısı nə olmalıdır? Xırda hərflərdən ibarət olmalıdır. Uzantısı böyük hərflərdən ibarət ola bilər. Növbəti suala baxsaq, hesablamanın doğru olduğu ən kiçik əsasdan olan, burada cavab 3 olacaq. Say sistemi hansıdır? Əsaslar x-dir. Ümumən, mən danışan zaman demişdim sizə ki, ən kiçik əsasdan ən kiçik say sistemi deyiləndə biz baxırıq bu tənlikdə ən böyük ədəd. Ən böyük ədəd hansıdırsa, o zaman say sistemini ondan bir vahid böyük götürürük. Buradan böyük ədədimiz 5-dir. Biz cavabı götürəcəyik 6 ilə. Yəni yemədir. Bu tip suallarda çevirməyə ehtiyac yoxdur. Alqoritm fraqmentinə görə dövrlərin sayını tapın deyirsə. Biz bilirdik ki, dövr gedir romb daxil bütöv hissə. Məndən gövdəni sorsaydı tam başqa nəticə girə bilərdik. Amma dövr dilinə görə ümumən biz burada fırlanmağımız bizim dövrümüz sayılır. İndi baxaq. Yəni dövr tam bu dairəyə aldığım ərazi yeri bir dövr. Baxın. İndi bizə burada i-nin qiyməti verilib 2. S-in qiyməti verilib 1. 2 5-dən kiçikdir. Deyirəm, hə, kiçikdir. 2-ni vururam 1-ə. Olur 2. S-in yeni qiyməti 2 oldu. I 2 idi. 2 üstə 1 oldu 3. Mən dövr edirəm, fırlanıram buradan belə. I-nin qiyməti 3-dür. 3 5-dən kiçikdir. 3-ü vururam 2 olur 6. 3 üstə 1 olur 4. İndi 4-dən 5-i müqayisə edirəm. 4 5-dən kiçikdir. Kiçikdir. 4-ü vururam 6 olur 24. 4 üstə 1 olur 5. 5 5-dən kiçikdir. Yox, amma bərabərdir. Hə, şuram uşağı. 5-i 24-ə vuram edir 120. 5 üstə 1 də olur 6. Bax belə. İndi mən 6 ilə buradan gəlirəm, fırlanıram, bunu yoxlayıram. 6 5-dən kiçikdir, yox və buradan çıxır. Bizim dövrlərimizin sayı olur 1, 2, 3 və 4. Dövrəm çox. Cavab alacaq C. Növbəti suala baxsaq.
Eudora proqramı hansı proqramlara aiddir? Eudora proqramı elektron post proqramıdır. Bu da bizim tətbiqi proqramlar sayılacaq. Tətbiqi proqramın qlobal şəbəkə bölməsinin qoluna aiddir. Doğru olacaq? Evet. Windows 10 əməliyyat sistemində tapşırıqlar paneli ekranın hansı mövqeyində kilitlənə bilmir? Tapşırıqlar paneli aşağıda gördüyümüz bu qara zolaqdır. Bu qara zolağı biz ekranın yuxarı hissəsinə, ekranın sağ küncünə, sol küncünə və aşağı hissəsinə saxlaya bilərdik. Gördüyümüz kimi. Amma ekranın mərkəzində bunu saxlaya bilməzsiniz olmaz. Bizdən də olmazı istədiyinə görə bunu ortada mərkəzdə saxlaya bilməzsiniz. Monitorun ölçüləri 2048 vur 2048 nöqtədən ibarətdir. Yəni deyək ki, bu bizim monitordur. Monitorun ölçüləri verilir bizə ki, hansı ki, yuxarısı, aşağısı, yəni hündürlüyü eyni ölçüdür. 2048. Yadda saxlamaq üçün 4 megabayt yaddaş əhatə edir. Mən də 2048 yazıram 211. Vurulsun 211. Bit dərinliyi yoxdur, mənə verilməyib. Adətən rəng çaları veriləndə biz onu həmişə bir dəyişən olaraq götürürdük və başındakı qüvvəti yazırdıq bura. Düşünün ki, bizə indi bu başındakı qüvvət verilməyib. Bit dərinliyi yoxdur. X bit. Belə. Bərabər də qoyuram. Həcmi də olur bunun 4 megabayt. 4 megabayt. İndi bizim tənliyin bir tərəfi bitməlidir, bir tərəfi megabaytdır. Mən də bitdən gəlməliyəm megabayt. Bitdən də megabayta gəlmək üçün bölürəm bunu 2 üstünəyə 20 yazıram. Bir daha da göstərəm sizə. Yazıram buradan bit, byte, kilobayt və megabayt. Kilobayt və megabayt. Bu olur bunu bitdən megabayta gəlmək. Buradan belə ayarlaya bilərik. Bitdən megabayta gəlmək. İndi qüvvətlərlə 211-lərlə 220 aparsaq, aşağıda qalır 2-də 1, 2, yuxarıda qalır x. Yəni x-imiz də olur, x bərabərdir 4 vur 2, 8. 8 tapdığımız artıq olur bunun bit dərinliyi. Dərin. Baxın, dərinliyi olur. Məndən də istədiyi bunun bu bitidir. Bit dərinliyidir. Məndən rəng çanı istəsəydi, mən bu 8-i, burada aldığım bu 8-i götürüb gətirib qoyardım bu 2-nin üstünə. Amma məndən bir nöqtəyə düşən bit dərinliyini soruşur deyənə. Cavabımız olur elə 8. Verilmiş fikirlərdən hansı doğru deyil, yanlış istəyir. Əməliyyat sisteminin istifadəçi sayına görə bir istifadəçili və çox istifadəçili olmalı ikiyə bölünür. Bu doğrudur. İstifadəçi interfeysin tipinə görə orada əmrli obyekt yönümlü. Sistem read-only arxiv hidden file atributları adlanır. Düzdür. Bu da düzdür. Bu da düzdür. Faylın adında ulduz və ya sual işarəsindən istifadə etmək olmaz. Olmaz. FAT16, FAT32 və interface faylların cədvəllərini yerləşdirməsidir. Yəni, fayllar fayl cədvəllərini yerləşdirilir. Fayl sistemlərində işləyən zaman bizə lazım olur. Bu fayl sistemləri fayllarla rahat formada işləməni tənzimləyir. Bu doğrudur. Literli printerlərin iş prinsipi iynələrin vasitəsilə məlumatın kağızın üzərinə köçürülməsi nəticəsindədir. Literlidə çəkicilərin döyəclənməsi nəticəsindədir. Matrislidə də iynələrin köməyi ilə. Bu yanlışdır. Doğru mən doğru yeməlidir. Kompüterdəki informasiya necə informasiyadır? Kompüterdə olan informasiya rəqəmsal informasiya. Yəni kompüterdə hər şey sıfırlardan və birlərdən ibarətdir. Qrafik redaktorlarının verildiyi variantı seçin. Panda antivirus proqramıdır. Birinci münasibətdir. Excel elektron cədvəldir. PowerPoint təqdimatdır. Corel Draw qrafik proqramıdır. MovieMaker təqdimatdır. Olmaz. Paint olar. Publisher olmaz. Microsoft'un proqramda olmaz.
Ə, Adobe olar, Photoshop yəni olar, Macromedia Freehand olur. Bunlar qrafikdir. 30'da olacaq Apache. Onluq sayı sistemində bu şərti ödəyən neçə natural ədəd var? Gəlin bunu biraz yaxınlaşdırım, daha rahat bax. Əvvəl biz burada verilən ədədləri gətirərək bunu qüvvətlər qaydasından istifadə edib gətirə bilərik. Yazıram buradan 1, 2, 4, 8, 16, 10. Sıfırın üstünü xətləsək 16, 8, 24, 2, 26, o da 1, 27. Bu oldu 27. 27. Onluqda olur. Digərini də gətirək. 22-ni də gətirək onluğa. Burada yazıram. 22, 16 oldu. Başından 0, 1 yazıram. 2-ni vururam. 16 üstü 1'ə. Üstə gəlirəm. 2-ni vururam. 16 üstü 0'a. 32 üstə 2 edir 34. Bunu da cavab edir 34. 34. İndi 34-37 aralığına neçə rəqəm yerləşir? Yetirin. Baxalım. 34'dan 27'nin çıxanda 27. Baş qalırdı biz buraya x-in yerinə 27'ni qoya bilmərik. 27'ni qoya bilmərik. Çünki 27 27'dən böyük deyil. Biz x-in yerinə ən yaxşı halda qoya bilərik. 27'dən böyük 34'ə bərabər. Çünki burada bərabər işarəsi var. Ona görə. Elə olduğu halda olacaq 28, 29, 30, 31, 32, 33 və 30 saysa 1, 2, 3, 4, 5, 6 və 7. Cavab olacaq C. Bundan sonra 30. İkinci sual. Üçüncü nəsil elmlərin element bazası nələr təşkil edir? Elektron lampalar birinci nəsil aləti. İntegral sistemlər üçüncü nəsil aiddir. Yarımkəsizlər və diodlar, yəni tranzistorlar və diodlar ikinci nəsildə idi. Böyük integral sistemlər dördüncü nəsil. Bizdən 3 istədiyinə görə olacaq integral sistemlər. Evet. NTFS fayl sisteminin faktla müqayisədə üstün cəhətləri deyil bizə. Faylların sıxlaşdırılmasına imkan verir. Bir üstün cəhət. Bir olan variantlar çıxır. Verilənlərin fragmentasiyası azalır. 2 də üstün cəhət. 2 çıxır. Qalır 3, 4, 5 və 7. Baxalım. Böyük həcmli disklərə işləmə mümkünsüzlüyü mümkündür. FAT böyük həcmli yaddaşın işləyə bilir. Sərt disklə proqramasiya informasiyanın təhlükəsizliyi. Böyük ölçü ifadə bilmə dəstəklənir. Dəstəklənir. 5. Fayla bağlı lənc əməliyyatlar. 3, 5, 7. Cavab oldu demək. 34-cü suala deyir ki, x aralığında bunlardan parça verilib bizə. Addım da bu qədər artdıqda bu verilən şərt alqoritmin hansı növünə aiddir? Biz bilirdik ki, 2 və ya 3 ədədin cəmi və ya hasili, sahə, perimetri, tək dərzindən kök bunlar xəttidir. Kvadrat funksiyalar xətti alqoritmidir. 2 və ya 3 ədədin müqayisəsi, kvadrat təmlik, kəsir, cüt dərzindən kök falan bunlar budaqlan idi. Faktorial, ədədi silsilə, həndəs silsilə, parça, addım, əməliyyatların sayı 4 və 4'ten böyük olarsa artıq bunlar olurdu dövrü alqoritm. Bizdə də burada addım parça olduğuna görə götürəcək cavabı C-bəndir, dövrü alqoritm. Növbəti suala baxsaq, hansı kompüterin arxitekturasının hesablama və məntiq imkanlarına aiddir film? Kompüterin arxitekturası bölünür hesablama məntiq imkanlarına, aparat vasitələrinə və proqram vasitələrinə. Hesablama məntiq imkanları da bölünür özləri. Əmrlər sisteminə, verilənlərin formatlaşdırılmasına və işləməyə sürət. Aparat vasitələri bölünür kompüterin strukturuna, yaddaşın təşkili, kiçilik çıxış ruhları, bir də idarə prinsipləri. Burada hesablama məntiq imkanlarından doğru olan variant 1-4-dür. 1-4 götürür. Baxın.
Digəri də gedib bizim proqram vasitələrimizin içərisində. Hansı ki, əməliyyat sistemləri, proqramlaşma dilləri və tətbiqi proqram təmindir. Bundan sonra keçirik biz növbəti suala. Aşağıdakılardan ən böyüyü hansıdır bizə deyir. Biz ən yaxşı halda bunları gətirməliyik hamısını onluq say sistemi. Burada olan ədəd onluqdadır. Buna toxunmur. Bu qalsın elə yerində. Dəyməyəm. Digərlərini də hissə-hissə gətirir. Bunu elə üzərində gətirə bilərəm bu ən qəşəng yolu. Rahat olsun. Yazıram 1, 2, 4, 8, 16 və 32. 32 üstə 16 edir 48, üstə 4, 52 üstə 1, 53. A bəndə olur 53. Yanından yazırım. 53. Digəri, başına 0, 1 yazanda 2 vur 16 üstü 1 eləyir. 2 vur 16 üstü 1. Bunu xırdalar qədər yazdım sizin daha rahat olsun. Üstə gəlirəm. 8 vur 16 üstü 0. Nəyinsə üstə 0 ədədin özünü verir. Belə danışmışdı həmişə. 2-ni 16-ya vuran edir 32. Üstə 8 edir 40. Bu bəndə edir 40. Digərində yenə başına 0, 1, 2 yazıram. 1-i vururam 8-in kvadratına edir 64. 2-ni vururam 8 üstü 1-ə edir 16. 64 üstə gəlsin 16 edir 80. Üstə 1 edir 81. Olur 81. 81. Bunda başına 0, 1 yazsa. 5-i vursa 16 üstü 1-ə eləyir 16. Üstə gəlirəm F-də 15-dir. Üstə gəlirəm 15. 80 üstə 15 eləyir 95. Bu da eləyir 95. Demək bizim ədədimizin biri oldu 53, biri oldu 40, 81, 95. Əgər nə isə gözümdən qaçmamışımsa. Burada da qalıb 111. Bunların içərisində ən böyüsü ilə C bəndidir. 111. 37-ci suala baxsaq, məlumat 2048 simvolu əlifba standartı ilə kodlaşdırılmışdır. Bu məlumatı Amerikan standartına keçirən zaman həcmi 6 GB azalmışdır. Məlumat neçə simvoldan ibarətdir? Demək 2048 simvol əlifbada hər bir simvol 11 bit yer tutur. Mən də 11x-dan çıxıram Amerikan standartını, yəni 8x bərabər edirəm azalan həcmə 6 kilobayt. Bizim tənliyimizin sol tərəfi bit rəddir. 211 bit və yaxud da ki, Amerikan standartında hər bir simvol 8 bit və ya 1 bayt yer tuturdu. Çıxıram 8 biti. Bu tərəfdə kilobayt. İndi bunu da bundan eyni ölçü vahidə gətirmək lazımdır. Kilobaytdan bitə gəlmək üçün vurmalıyam 213. 13. 11x-dan 8x çıxanda qalır 3x bərabərdir. 6 vurulsun 213. 13. 6 ilə də burada 3 getsə x bərabərdir 2 üstü 14. 2-ni vuranda 2 üstü 14, 2 üstü 14. 2 üstü 14'te 16.84. Yaşayış mühitinin görə virüsün hansı variantları doğru göstərir? Yaşayış mühitinə görə bizim virus doğrudur. Fail, yükləmə, fail yükləmə və şəbəkə. Baxın. Yaşayış mühitinin yoluxma üstünə yorulur. Rezident, qeyri-rezident. Alqoritmik xüsusiyyətlərə yorulur. Makroviruslar, troyanlar. Bir də var idi antivirus proqramlarından müfəttiş proqramlar. Doğru müəllimiz belədir. Megabaytla hesablayın deyir bizə. 39-cu sualda 4 megabayt qalır yerində. Buna toxunma. Digər halda gigabaytı gətirirəm megabayt. Gigabaytı megabayta gətirmək üçün buradan bit yazıram buranı. Byte, kilobayt, megabayt və giga. Gigabaytdan megabayta gələndə vururam bunu 210. Ə, 100 vururam. 4-ə xırdalasam 2-nin kvadratı kimi. Vursam 2 üstü 10-a. Eğil 2 üstü 12. 2 üstü 12 ilə 4096 megabayt edir. Sonra gəlirəm 4 megabayt. 4096 üstə 4 megabayt eləyir 4100 bin. Faylın tam adı verilmiştir. Tamam. Biz bilirdik ki faylın tam adı buradan
Axıra qədər gedir faylın tanıdır. Sona qədər. Bu sayılar faylın tanıdır. İndi mənə bu faylın tam adında faylın yerləşdiyi, aid olduğu proqram nədir onu soruşuram. Elə olduğu halda biz baxmalıydıq həmişə uzantıya uşaqlar, genişlənməyə baxmalıydıq. PPTX PowerPoint təqdimat faylı olduğuna görə biz də buradan PowerPoint götürməliyik. Bu Excel faylı verdiyimiz addır. Bu onun genişlənməsi deyil. Burada baş kataloq C diskidir. Test, sınaq alt kataloqlardır. Faylımızın adı Excel'dir. Faylın genişlənməsi də uzantısı da olur. PPTX, yəni C. Klasterin ölçüsü 4 kilobaytdır. Diskdə 3 kilobayt video faylı, 2 kilobayt audio faylı, 5 kilobayt mətn faylı var. Faylların yerləşməsi üçün isə klaster lazımdır. Bu bizim olsun. Klasterimizin yuvaları. Bax, klasterimizin yuvaları. Klasterin ölçüsü 4 kilobaytdır. Diskdə 3 kilobaytlıq video faylı var. Əgər mənim 3 kilobaytlıq video fayl bir dənə bu yuvaya düşərsə artıq, bu bir 4 kilobaytlıq klaster zannedilmiş olacaq. Bir dənə klaster bu zannet edir. Növbəti 2 kilobaytlıq ayda faylı bura düşərsə, bu da bir dənə 4 kilobaytlıq klaster zannedilmiş olacaq. 5 kilobaytlıq mətn faylıdır. 5 kilobaytlıq mətn faylının 4-ü bura yerləşəndə yerdə 1 kilobaytı qalır. O 1 kilobayt da bura düşsə, ikinci klaster zat edir. Yəni mənim 5 kilobaytlıq mətn faylım 2 klaster tutduğuna görə ümumilikdə deyirik ki, bu 2 klaster zat vermişsəndir. Bax, ikisi birdə 2 olur. İndi 1, bu da 2 eləyir. 4 klaster. Ümumi təyinatlı tətbiqi proqramlar paketinə aid olanları seçin. Ümumi təyinatlı tətbiqi proqramlar paketinə deyirdik ki, var mətn proqramları, mühasibat proqramları, elektron cədvəl proqramları, lüğət, tərcümə, qrafik proqramlar. Bunlar hamı gedir ümumi təyinatlı tərkibidir. Qlobal şəbəkə proqramları Google Chrome. Google Chrome çıxır. 1C Smart Uyum. 2 olur. AutoCAD 3D Max, 3D Max bunlar qrafik proqramlardılar. Olar. 5 olur. Outlook elektron post proqramı idi. Sistem Restore sistemin bərpası ilə bağlı idi. MATLAB də riyazi iqtisadi məsələnin həlli üçündür. Ümumi təyinatlı proqramlar paketinə daxil deyildir. Dilmanc olacaq. Dilmanc tərcümə proqramı idi. 2, 5, 6. 2, 5 və 6. Növbəti suala baxsaq. 42-ci sual, 43-cü sual. Shortcut qısa yol haqqında verilmiş fikirlərin hansı doğru olanı müəyyən edir. İstinad etdiyi fayl sürətli şəkildə keçid təmin edir. Təbii ki. Məsələn, bu mənim hər hansı bir olsun fayl. Bax, bu qısa yoldur. Bu qısa yol səndedir. Onu silin bunu. Bu qısa yoldur. Qısa yol özünə qaydalı oxulan seçilirdi. Qısa yolun genişlənməsi LNK olur. LNK bunun genişlənməsidir. Baxın, yaxınlaşdırıram bir dəfə də. Daha rahat baxalım. LNK bunun genişlənməsidir. LNK. Bax, üzərində olan oxla özünə qaydalı oxulanı seçilir. Bu qısa yoldur. Bundan sonra bir doğru aiddir. Link genişlənməsindən müvafiq olur. 2 də doğrudur. İstinad etdiyi fayl sindikdə qısa yol silinir. Mən bu faylı silsəm əgər, silsəm. Yes vursan, qısa yol silinir. Qısa yol sadəcə işləməz. Yəni ekranda qalır qısa yol silinir. 3 səhvdir. Qısa yolun yerini dəyişdir, diskdəki dəyişikliklər istənilən etdiyi fayl alsın. Qısa yolun yenisini elə, faylın orijinalından problem yoxdur. 4 də səhvdir. Digər fayllardan aşağı sol küncündəki olan kiçik yoxdan fərqlənir. 5 düzdür. Olacaq burada 1, 2 və 5. Windows əməliyyat sistemində yanlış yazılmış fayl adlarını seçin. Baxın, faylın adında ola bilməzdir sual işarəsi, ulduz, dırnaq, 2 nöqtə, tərsləşlər, böyükdür, kiçikdir, bir də düz xətt. Bunlar yazıram sizin. Ulduz olmazdı faylın adında, 2 nöqtə olmazdı, sual olmazdı, böyükdür, kiçikdir, düz xətt, çarpaz, siləşlər olmazdı.
Bir, 2, 3, 4, 5, 6, 7, 8 ve dur. Bunlar olmaz. Bir de olmazdı. Com olmazdı. Aux. Ondan sonra null olmazdı. Ee, com yok. Con olmazdı. Com yok. Con. Saçma. Con olmazdı. Com sıfırdan com 9'a kadar olmazdı. Com sıfırdan com 9'a kadar. Birazdan paranı. Bir de LPT sıfırdan. LPT sıfırdan. LPT 9'a kadar olmazdı. İndi com sıfırdan com 9'a kadar qoya bilmərik. Məndən yanlış yazılmış istəyir. Məndən yanlış yazılmış götürməliyim. Bu yanlış yazdı. Bu olmaz. Bunu qoya bilməliyim. Biri götür. Nolu qoya bilmərəm. 5'i götürürəm. LPT'ni də qoya bilmərəm. 3'ü götür. Olur 1, 3, 5. Conu qoya bilərəm. 2 var yanında ona görə. Boş can olsaydı qoya bilməzdim. Burada pırını uzandı kimi işləndiğine problem yoktur. Anadolu olsaydı olmazdı. Burada oldu 1, 3, 5. Doğru fikirləri müəyyən et. 101 ədədi onluq ədədidir. Yazılışında olan birlərin sayı 4'e bərabərdir. Gəlin bunu gətirək əvvəl 2'yi. 101 ədəd. Bir dənə bura belə xətt çəkirəm. 1, 2, 4, 8, 16, 32 və 64. İndi mən bu 101 almaq üçün 64-ün üstə 32 gəlirəm eləyir 96. Üstə 4 gəlirəm 100. Üstə 1 gəlirəm 101. Buraya yazıram 0, 0 və 0. Mən bu 101 ədədin almaq üçün 4-dən 1-dən istifadə etmişim. Bizə deyir ki, ikili yazılışında birlərin sayı 4'e bərabərdir. Birlərin sayı 4'dür. Bir düzdür. 101 onluq ədədin ikili yazılışında sıfırlanan sayı 4'e bərabərdir. Sıfırlanan sayı 3'dür. 2 səhvdir. İçini xətladı. 111 ədədi onluq ədədidir. Yazılışında olan birlərin sayı sıfırlanan sayı 5 faiz çoxdur. İndi biz 111'i də gətirməliyik ikiliyə. Gəlin gətir. Bunu da aşağı gətir. Yazıram 111. 1, 2, 4, 8, 16, 32, 64. 64 üstü 32 de 96. 96 üstte 4. 100. Üstte 8, 108. Üstte 2, 110. Üstte 1, 111. Burada bir dənə 16 hesablanmadı. İndi baxaq. Deyir içli yazıda birlərin sayı sıfırların sayından 5 vahid çoxdur. Baxa. 1, 2, 3, 4, 5, 6'dır. Sanda 5 vahid çoxdur. Bəli, düz. Üst üst. Üst üst. 101 onluq ədədin ikili yazışında sıfırlanan sayı birlərin sayından bir vahid çoxdur. Sıfırlanan sayı birlərin sayından bir vahid çoxdur. Sıfırlanan sayı birlərin sayından bir vahid çox deyil. Əslində azdır. 4 səhvdir. 101 onluq ədədi ikili yazışında birlərin sayı sıfırlanan sayından bir vahid azdır. Bu da səhvdir. Birlərin sayı sıfırlanan sayından bir vahid az deyil. Çox təsdir. 5 də səhvdir. Baxsana. 4 dənə 1 var, 3 dənə sıfır. 111 ədədinin onluq ədədinin ikili yazışında olan birlərin sayı sıfırlanan sayından 6 dəfə çoxdur. 6 dənə 1 var, 1 dənə 0 var. 6'nı 1'e böləndə edir 6. Burada olur 1, 3 və 6. 1, 3 və 6. Doğru bəndimiz olur. Yəni açıq çalardan 1, 3 və 6. 1, 3, 6. Burada oldu 1, 3, 5. Burada oldu 1, 2, 5. Digərində də oldu 2, 5 və 6. Deməli, dəyərli tələbələr, hər birinizə uğurlar. İmtahan üçün həvəsdən düşməyin. Sadəcə olaraq növbəti sınavlara daha yaxşı hazırlaşır. Çalışaq özümüzü motivasiyadan salmayaq. Suallara daha diqqətli olaq. Növbəti imtahanda hər birinizə uğurlar diləyirəm. İnşallah növbəti sınavlarda görüşək. Hələlik sağ olun, özünüz.